Devizim hər zaman bu olub ki, dəyişək, inkişaf edək. Xatun gecə yatıb səhər oyanıb dəyişdi olmayıb. Birinci düşüncə yaranır. Ətrafına, gündəmə baxırsan. Görürsən ki, o dövr deyil, sosial media dövrüdür. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva Full Show-da qonaq olarkən deyib. Son vaxtlar görünüşündəki dəyişiklikdən danışan sənətçi bunun səbəbini açıqlayıb. Yeni mahnıları köhnə imicdə təqdim edə bilməzdim. Düşündüm ki, Xatun, bu belə davam edə bilməz. Sən nəsə etməlisən. Birinci yerdə pəhrizim, sağlamlığım və psixoloji durumum dururdu. Elə bir an idi ki, təmtək qalmışdım. Yanımda baş bilən, yol göstərən yoxdur. Düşündüm ki, özüm ayağa qalxıb yola davam etməliyəm. Show biznesin son halını pisləyən Xatun, indiki zəmanədə çoxunu efirə buraxmazdım. Sosial şəbəkəyə gücüm çatmaz. Müğənniyə insan baxıb feyziyab almalıdır. Son günlər xaosdur, antisanitariyadır sözlərini əlavə edib.